332 nəfərdən ibarət daha 92 ailə Ağdama qayıdıb. Səhər saatlarında yola düşən köç karvanı mənzil başına çatıb. Sakinlərə yeni mənzillərinin açarları təqdim edilib. Ağdam şəhərinə köç edənlər Respublikanın müxtəlif yerlərində əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşan ailələrdir. Qeyd edək ki, bu il azad olunan ərazilərə qayıdış intensiv olacaq. Ağdam, Füzuli və Xocavənd rayonlarında prezidentin xüsusi nümayəndəsi Emin Hüseynovun sözlərinə görə təkcə Ağdam rayonuna 20 minə yaxın əhali köçürüləcək. İşğaldan azad olmuş ərazilərdə birinci dövlət proqramının sonuncu ilidir və çox vacib və belə deyək, məsuliyyətli bir ildir. Bu il ərzində əlbəttə ki, proses davam eləyəcək. Biz hesab edirik ki, böyük belə deyək də pik mərhələsinə çatacaqdır. Təkcə Ağdam rayonuna biz fikirləşirik ki, 20 minə yaxın əhali köçəcəkdir. Eyni zamanda demək Xocavənd rayonuna və Füzuli rayonlarına da birlikdə 15 minə yaxın insanın köçünü təmin etməyi planlaşdırırıq. Ümumilikdə layihələrimiz tam sürəti ilə davam eləyir. Ağdam şəhərində 4-cü, 5-ci yaşayış kompleksləri, Eyvazxanbəyli, Başqərvənd kəndləri, Füzuli rayonunda Dövlətyarlı, Pirəhmətli kəndləri, eyni zamanda Xocavənd rayonunda 25 yaşayış məntəqəsinin üzərində bərpa quruculuq işləri davam edir və bu işlərlə yanaşı yeni iş yerlərinin yaradılması, sosial infrastrukturun bərpası tam sürətlə davam edir və əminik ki, qarşıya qoyulmuş bütün hədəflərə çatacaq. Xatırladaq ki, 30 mindən çox keçmiş məcburi köçkün artıq işğaldan azad edilən ərazilərdə məskunlaşdırılıb. 70 mindən çox insan orada həm yaşayır, həm işləyir, həm də təhsil alır.